Salam dostlar, bugün sizlərə dəyişən, bir də dəyişməyən xərcləri başa salacağım. Dəyişən xərc adətən, dəyişməyən xərclər adətən heç bir zaman dəyişmir. Dəyişən xərclər isə hər ay dəyişir. Məsələn, işığın pulu. Məsələn, bu ay, bax, deyək 4 aydan ibarətdir də. 4 ay. Məsələn, birinci ay 30 manatlıq işıq istifadə eləmirsən. İkinci ay 50 manatlıq. Üçüncü ay 5 manatlıq. Dördüncü ay 70 manatlıq. Deməli, bu dəyişən xərcdir. Ümumiyyətcə də işığın xərci dəyişir. Nəyə görə işığın xərci dəyişir? Çünki hər ay biz ayrı məbləğdə işıq istifadə edirik. Elə vaxt olur ki, bir evdə bütün işıq yanır. Bu görürük ki, 30 manatdır. Gələn dəfə bir işıq yanır. Bu da gedir 10 manata. Bu şəkildə gedir. Yəni, nə qədər işıq istifadə eləyiriksə, o qədər də bizə xərc yazır. Yəni, işıq pulu dəyişən puldur. İşıq pulu dəyişir uşaqlar. Məsələn, telefon pulu. Telefon xərci uşaqlar dəyişmir. Çünki məsələn, kreditlə götürmüşük, nağd götürməmişik. Kredit ilə yazın da bura. Nağd götürməmişəm də, kredit ilə uşaqlar götürmüşəm. Kredit ilə hər ay deyək ki, bu telefon 900 manatdır. Hər ayda 30 manat ödəniş eləyəcəm. Hər ayda 30 manat ödəniş eləyəcəm və mən bu pulu 900 manata çatdıracağam. Hər ay, baxın, birinci ayda, ikinci ayda 30, üçüncü 30, dördüncü ay ta 10-cu aya kimi 30 azın ödəniş eləyəcəm. Çünki bir məbləğ verəcək orada mənə. Məsələn, kreditlə götürdüyüm zaman orada mənə bir məbləğ verəcək ki, hər ay bu qədər ödəniş eləyəcəksən. Ayrı nə? Məsələn, maşının xərci. Maşın xərci də dəyişir. Çünki bir dəfə maşın özü xarab olur. Bu 100 manat tutur, 100 azın tutur. Bir dəfə maşının təkəri partlayır, maşının təkəri xarab olur. Bu 50 manat deyək tutur və yaxud da siqnal vurulan yer xarabdır, işləmir. Bu da elə 20 manat tutur da. Bu da dəyişir. Yəni, hər yerin özünə görə dəyişən bir yeri var maşında. Məsələn, maşının özü xarab olur, maşın böyük bir mülkdür. Maşının özü xarab olur, biz buna 100 manat ödəniş eləyirik. Amma maşının kiçik bir yeri deyək təkəri. Təkəri xarab olur, mən buna bir dənə təkərinə 50 manat verirəm. Bircə dənə təkərin bunun 50 manatdır. İkicə dənə təkər isə 100 manat edir. Siqnal vuran yeri də xarabda 20 manat ödəniş eləyəcəm. Yəni, dəyişir maşın xərci. Bəli, dəyişir maşın xərci də. Yəni, bilirsiniz necədir bu məsələlər? Dəyişən xərclər hər ay ayrı bir ödəniş eləyirsən də ona. Hər ay telefona ayrı bir ödəniş eləmirsən. Bu dəyişməyən xərc adlanır. Məsələn, maşının xərci, necə deyim,
dəyişir. Maşının xərci dəyişir. Çünki hər ay maşına ayrı bir ödəniş eləyirsən. Çünki hər dəfə maşının ayrı bir yeri xarab olur və o ayrı bir yerdə elə yer var ki, kiçik bir dənə yerdir. Çox kiçik bir dənə yerdir, az xərc tutur. Elə bir yer var ki, böyük bir yerdir, çox xərc tutur. Məsələn, maşının özü bu böyük bir şeydir. Ona görə bu böyük bir məbləğ tutacaq bizdə. Bu da dəyişəcək. Məsələn, dedim, təkər. Təkər də dəyişəcək. 2 dənə təkər. 2 ədəd təkər 100 manatdır. 1 ədəd 50 gördünüz dəyişdi. Təkərin xərci də dəyişirmiş. Yazım da burada təkər xərci. Təkər xərci. Bu da dəyişir uşaqlar. 50 manat. Məsələn, hazırlıq pulu deyək. Pulu və yaxud da hazırlıq və ya təhsil. Hazırlıq və ya təhsil xərci. Bunlar dəyişmir uşaqlar. Nəyə görə? Çünki orada təhsil hazırlıq eyni bir şeydir. Orada məsələn təhsilə hər ay 150 manat yox. 50 manat deyim də. Və yaxud 50, 40, 20. Baxın bu. Məsələn 40 manat deyək. Mən təhsilə deyək hər ay 40 manat ödəniş eləyirəm. Çünki təhsilin pulu dəyişmir. Düzdür, hər məktəbdə ayrı cür olur, amma ki burada bir məktəbdən söhbət gedir. Bir məktəbdən burada söhbət gedir bizdə. Bu bir məktəbdə hər ay valideyndən 40 manat alır. Bu da dəyişməyən xərc adlanır. Hazırlıq pulu məsəl üçün. Hazırlıqda da bu da dəyişmir. Məsələn, fənni seçirsən, ana dili, ingilis dili, hər ikisi birlikdə, hər ikisi də az dili də dili 20, ingilis də 20-dir. İngilis 20. Ümumilikdə 40-azın ödəniş edirəm. Bəli, bu da dəyişmir deməli. Hər ay çünki 40 ödəniş eləyəcəm. Yox, əgər ana dili yazıram 10 manat, İngilis yazıram, İngilis isə 20 manat, ana dili 10, İngilis isə 20 manat. Bu dəyişəcək. Fənlər üzrə desəydi. Təhsilin və hazırlıq fənlər üzrə xərci. Fənlər üzrə xərci bəli dəyişəcək. Çünki hər fən ayrı manatdır. Məsələn, burada dəyişmir. Çünki az dilidir, ingilis dildə eyni məbləğ tutur bizdə. Eyni məbləğ qiymət tutur. İndi yenə deyirəm, hər ay dəyişən xərcdə, hər ay dəyişən xərclər var. Məsələn, hər ay ayrı bir məbləğ tutur. Nə olsun, hər ay ayrı bir məbləğ. Neysə, olsun işıq pulu, neysə. İşıq pulu yenə. Baxın, belə bir şey hazırladım, həmçinin buradakı kimi. İşıq pulu birinci ay 30, ikinci ay 90, üçüncü ay 50. Nə oldu? Hər ay dəyişdi bu xərclər. Hər ay dəyişdi deməli. Birinci ay 30 oldu, ikinci ay 50 oldu, ikinci ay 90 oldu, üçüncü ay 50 oldu. Dəyişən xərc adlandı bu uşaqlar. Yəni dəyişdi buradakı mənim xərcim. Bu promo olaraq dəyişir. Çünki hər ay mən ayrı bir məbləğ istifadə edirəm. Ayrı bir məbləğ. Yox. Elə işıq pulu olardı ki, hər ay 30 manatını ödəniş edirsən. Neçə dənə işıq yandırırsan, yandır. Amma sən hər ay 30 manat ödəniş eləyəcəksən. Hər ay sən deməli 10 dənə işıq yandırırsan, deməlisən 10 dənə işıq yandırırsan. Evində həmişə o yanılı olur. Amma yenə də sən hər ay 30 manat ödəniş eləyəcəksən. Elə işıqlar da var ki, yandırdığın
işığa görə sənə qiymət verir. Məsələn, 5 dənə işıq yandırmısan, bütün gün o 5 işıqda yanılıdır. O işıq sənə 5 işığa görə 100 manat yazır. 3 işıq yanıb yazır 50 manat. 1 işıq yanır yazır 10 manat. Belə. Belə qiymətlər yazır. Baxın, həmçinin hazırlıq pulu nə idi? 1-ci ay 30, 2-ci ay 30, 3-cü ay 30. Gördünüz, hər ay 30 manat. Deyək ki, mən ana dilindən, ingilis dilindən, riyaziyyatdan qoymuşam. Az dili yazın bura. Az yazıram. Ri yazdım. Burada riyaziyyat fənni. Aha. Az dili də 30'dur. Riyaziyyat da 30'dur. İngilis dili də 30'dur. Elə bir hazırlıq fənnində tarix olsun, ədəbiyyat olsun, ana dili olsun, təsvirici olsun, hər fən eyni məbləğdir. Hər fən 30 manatdır. Amma elə hazırlıqlar da var ki, az dili 20, ana dili az dili 20, riyaziyyat 30, ingilis dili 40. Baxın, bu şəkildə məbləğlər keçir. Bax, buradakı xərc dəyişən, buradakı xərc isə işməyən adlanır uşaqlar. İndi mən sizə də 2 dənə bir şey verəcəm. Onları da siz kanalda yazarsınız. Baxın, məsələn, baxın uşaqlar, bunları da sizin üçün yazdım. Siz də YouTube kanalında mənim kommentlərə yaza bilərsiniz. Yəni mənim kanalımda kommentlərə yaza bilərsiniz. Burada nə yazdım? Kitab pulu 1-ci ay 50 manat, 2-ci ay 50 manat, 3-cü ay 50 manat. Sizcə bu dəyişəndir yoxsa uşaqlar dəyişməyəndir? Baxın, eyni məbləğlərlə gedir. 3 ayda da eyni məbləğlərlə gedir bu. Eyni məbləğlə gedəndə nə demişdik? Dəyişmir. Eyni məbləğlə gedəndə dəyişmir. İndi bu nə oldu? Yazarsınız. İndi bəs fərqli məbləğlərlə gedəndə nə olacaq? Dəyişəcək. Bu nə oldu? Ərzaq puludur bu. 1-ci ay, 2-ci ay, 3-cü ay, 40, 50, 100. Fərqli məbləğ verib uşaqlar. Bəs bu nə oldu? Bunu da yazarsınız. Sağ olun, görüşəndək. Kanalıma abunə olub like atmağı unutmayın. Sağ olun.